Deməli, bir müddətdir özümə mikrofon almışam və önəmli bildim ki, vacib bildim ki, sizə mikrofon aldığımı bildirim və məndə bir topa kartlar var Azərbaycandan qalma. Bunların içində Bakı kart da var. Bakı kartı yad eləmək istədim və videolarda görmüşdüm ki, bəzi insanlar bu mikrofonu nəyəsə taxıb elə tuturlar, istifadə edirlər. Mən də bilmirəm niyə edirlər, amma düşünürəm ki, nəyəsə görə edirlər. Maraqlı görünür. Maraqlı görünür. Ona görə istədim ki, sizə ilk videomu random, bilmirəm nədən danışacağam. İlk videomu sadəcə olaraq mikrofonum olduğu üçün video çəkim. Sizə təqdim edeyim bu videonu. İndi bilmirəm nədən danışım. Bax, həmişə deyirdim ki, mikrofonum olsun. Videolar çəkəcəm, danışacağam. Çünki həmişə danışmaq üçün ürəyim dolu olur. O qədər mövzum olur. Günlərdir danışmağa mövzu tapmıram. Bir də onu deyə bilərəm ki, hal-hazırda iş axtarışındayım Almaniyada. İş axtarıram. Günlərdir hər səhər bir 2-3 dənə rədd yeyirəm. Məsəl üçün səhər yeməyi əvəzinə dururam səhər rədd yeyirəm. Günüm belə keçir. Almaniyada həyatım necə keçir desək, hələ də almanca öyrənməyə çalışıram. Hələ də. Çünki C1 imtahanı verməliyəm. Hələ də, yəni düşünürəm ki, Məhəmməd Peyğəmbərin Məhəmməd Peyğəmbər beşikdən qəbrə qədər elm deyəndə alman dilini nəzərdə tutub. Çünki bu dil mümkün deyil də, yəni öyrənirsən, danışanda yenə bilmirəm nə danışım, bilmirəm hansı söz tapım. Nəysə, almanca haqqında şikayət eləmək istəmirəm. Çünki insanlar Almaniyaya gələndən sonra durmadan Almaniya haqqında, Alman dili haqqında şikayət edirlər və bu şikayətlərdən biraz mən də bezmişəm. Çox ətimi tökür insanların durmadan özü addım atıb, özü bunun üçün uzun illər çalışıb, amma ora gələndən sonra durmadan Almaniyanı, getdiyi ölkəni, Alman dilini pisləməsi biraz mənə qıcıq eləyir. Bəlkə də mənə də var içimdə, ona görə bastırmışam. O da ola bilər. Nəysə, mən də istəmirəm. Yəni çalışdığım qədər yaşadığım hər çətinliyi, yaşadığım hər bir problemi yansıtmamağa çalışıram. Daha çox insanlarla paylaşıb bölüşdüyüm tərəfi gülməli tərəflər olur. Maraqlı hadisə yaşayıramsa, maraqlı gülməli bir şeylər yaşayıramsa, onlar barədə danışıram. Həyatımda hər zaman müəyyən bir yerdə fərqli gülməli şeylər yaşamışam, maraqlı, gülməli. Yəni uzun müddət güləcəyim şeylər yaşamışam. Almaniyada durmadan bunu yaşayıram və birini danışmaq istəyirəm. Keçən dəfə tramvayda bir dostumla gedirdik. Axşam vaxtı idi və iki türk söhbət edirdi. Və söhbətlər çox 18 plus söhbətlər idi. Söyüşlə danışırlar, çox iyrənc söhbətlər eləyirdi, yəni. Və biz də başa düşürdük. Birinci buna gülməyə başladıq, çünki əyləncəli tərəfi vardı, gülürdük və qəribə şəkildə Alman qadınlarını, gəlib keçən, ortadan keçən Alman qadınlarını bədən olaraq falan nə deyirlər, türklər demiş, yorum bildirirdilər buna, fikir bildirirdilər. Sonra yəni bizə gülməli gəlirdi. Gülürdük. Buna bax. Ha 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 ha. Amma iyrənc idi danışığı. Nəysə, və bunlar əsla bilmirdilər ki, biz türkcə başa düşürük, ağlanır gəlmir, həm də biraz iskicidilər deyəsəm.
Biz düşəndə eyni şeyi bizim arxamızca dedilər və artıq dözə bilmədim. Getdim ona yaxınlaşdım, dedim ki, sən burada danışırsan ağzıma gələni, amma biz başa düşürük. Yəni biz sənin nə dediyini başa düşürük və bunu eşitdiyi an almanca danışmağa başladı. Mən türkcə danışa bilmirəm, almanca deyir. Mən türkcə danışa bilmirəm, ancaq almanca danışıram. Mən macarlıyam. Çox dəxilsiz bir şəkildə qorxusundan almanca danışmağa başladı. Türkcə itirdi. Və o an biz də ona qayıtdıq. Özünün başa düşəcəyi dildə bir ifadə işlətdiyi türkcə və artıq buna dayana bilmədi və bizə türkcə söyüş söydü. Çox iyrənc idi. Mənim burada gəlib uzun aylardır bu mühitdən uzaqlaşdığımı hiss edirdim. Yəni insanlar daha çox danışığını bilir, özünü apara bilir, kimsə kiməsə sataşmır, kimsə kimin arxasında bu şəkildə danışmır. Çünki normal mühitdə böyümüş bir insan bunu eləməməlidir. Amma çox təəssüflər olsun ki, bizim cəmiyyətimizə yaxın olan bir cəmiyyətdir, türklərin yaşadığı mühit və onlar da o mühitdə böyüyüblər. Bəzi şeyləri özləri üçün, ən çox da kişilər qəhrəmanlıq bilirlər və bu elədiyi şeyləri qəhrəmancasına danışırlar ortada. Belə bağıra-bağıra, böyürə-böyürə danışırlar və bu mənə həqiqətən ürküdücü, ürpədici gəlir. Yəni qəribə bir şəkildə, yəni gülüb keçə bilmirsən. Əvvəlində gülürsən, ok, əyləncəlidir. Amma gülüb keçə bilmirsən. Bir yerdən sonra çox əsəbinə dəyir sənin ki, yəni niyə mən bundan qurtula bilmirəm? Yəni okey. Hər şey eləyirsiniz də, yəni bu ölkədən çıxmaq üçün. Okey, ölkəni günahlandırırsınız. Biz Azərbaycanlılar, türklər də ölkəni günahlandırırlar ki, Azərbaycan bizə bunu elədi, Azərbaycan onu elədi. Okey, çıxmısan sən bu ölkədən. Niyə özünü normal şəkildə aparmırsan cəmiyyətdə? Yəni artıq sən Türkiyədə deyilsən. Nə bilim, artıq bu şəkildə cinsi zarafatlarla, cinsəl zarafatlarla özünü övmə məcburiyyətində deyilsən. Mən beləyəm, mən eləyəm, mən bunu eləyirəm, mən onu elədim. Yəni heç kim buna görə sənə qiymət vermir burada. Niyə hələ də bu cür davam edirsən? Çox təəssüf ki, hələ də rastlaşmaq olur burada. Və qəribə bir şəkildə odur ki, burada insanların, türklərin də, Azərbaycanlıların da qorxduğu millət öz milləti olur. Yəni başqa bir türk dostum deyir ki, çöldə hər hansısa bir başqa millətdən olan bir insan mənə kömək eləmək istəsə, o ki qəbul eləyərəm. Amma bir türk mənə gəlsə, ablacığım sən evə ötürəyimmi falan desə, mənim də türkcəm o qədər bərbaddır, geçirəyimmi? Yəni əsla bunu qəbul eləmərəm qorxumdan. Yəni insan öz millətinə heç mi güvənməz? Nəysə, bu heç danışdığım mövzu oldu. Çünki mikrofonum var. Mikrofona görə mikrofonu yoxlamaq üçün danışmaq məcburiyyətinə qaldım. İnşallah ki, ümid edirəm növbəti dəfə maraqlı mövzularım olar. Bu bir mövzu deyildi, sadəcə adi söhbət idi. Bakı Kartın baş sponsorluğu ilə. Hələlik gələn görüşlərə qədər.